Əli. Bugün sizlərə yeni bir sitə tanıtımı ilə qarşınızdayım. İlk sitə tanıtımımızdır. Bu sitədə proqramsız şəkil üzərində işləmə, fotomontaj göstərəcəm. Demək olar ki, bu çox bəzi proqramlardan daha yaxşıdır deyərəm ki, hətta. Sitənin adı pixlr.com-dur. Linkin videonun öncəsinə də qoyacağım və aşağıdan da tapa bilərsiniz. Biz birinci editora girək. Sitə Express-ə girməli idik ki, göstərim. Editor şəkil üzərində işləyirik. Birinci editora girək, əsas şeydir. Ümid edirəm mən bu dilin türkçə çevirəm. Bilgisayarınızdan bir rəsm seçin. İmage şəklini seçirəm. Mən model üzərində sadə bir işləmə eləyəcəm. Heç bir işləmə deyəndə əlbəttə də şey eləməyəcəm. Bu türdə yəni zaten bəzi şeyləri nöqtəlikdən zəif deyim. Yəni demək olar ki, hər şey var. Gördüyünüz kimi belədir. Editor üzərində işləyəcəyimiz istəyir uzaqlaşdırmada sadəcə uzaqlaşdır, uzaqlaşdıranda bundan seçirsiniz. Bu düzəltmə daha yaxşı olardı belə. Burada yəni sehirli qələmli gördüyünüz kimi bu kvadrat siləcəkdir. Bu adda verilmiş, bu yəni Photoshopda da şeydə də var, nöqtəlikdə də. Belə seçirsən, belə seçdiyim kimi gördüyünüz belə bir şey olur, yəni bildiz yəqin. Bu şəklin üzərində qalxıb parası aparmaqdır. Mən işlətmədim. Bu karandaşdır, yəni bu da fırçadır. Uşaqlar budur, belə göstərirəm. Biraz qəribə oldu. Və fiskamız da yoxdur, yəni qoymamışam, özüm qoymadım. Yəni demək olar ki, hər bir şey var. Bu nədir? Koyulaşdırma Türkçə nədir? Hər neysə. Bəs bir dəqiqə bir şey var idi, bunu hələ də bu mənə çatmayıb. Bunu bayaq baxırdım. İndi bana oldu. Mən şəkil üzərində işləmək istəyirəm. Və indi nəsə qarışacaq. Qarışdırdı, oğlanın sifəti ilə nəysə qarışdırdı. Yuxarı daxdı elə bir sifəti, hə, elə bir. Buna indi sifətin burası bura düşür. Gözlə. Sənəsə dodaq tərifmiş var bunun. Hər neysə, yəni özü qarışdırırsınız. Gizli şeylər, resim, düzəlmə, geri al. Yəni bundan da geri ala bilərsən və ya yenidən yapaq. Yenidən yapaq da yəni qabağa gedə bilərsən. Səhvən getdiyimiz vaxtda. Yəni hər bir şey var. Gəldik də şəkil o biri yerə, Pixlr Express-ə. Bu da çox sadə bir şeydir, belə qısmıdan. Bu biraz internetimizdən olmadı, zəif, yəni biraz tutur. Bunu da yarım düzəldirlər. Get də geri. Express artıq girdi, Express, nə tez? Belə girim, Pixlr-ın özündən girim. Çünki bayaq da elə belə girmişdim. Baxırdım yəni. Bu Express çox rahatdır. Bu retrika kimi bir şeydir. Yəni burada şəkillərin necə quruluşlu olacağını seçirsiniz. Məsələn, belə bura şəkil kompüterizdən əlavə edirsiniz. Bura bunu darta da bilirsiniz, yəni belə yuxarı aşağı. Bu cür yəni istədiyiniz qədər bu webkamdır. Bu internet üzərindən axtarıb şəkil gəlirsiniz. Bu ofisi də mən sizə göstərim. Demək, bu ofisi şəkil sadəcə baxırsınız və yazı yazırsınız. Bir-iki dənə şey bunu, amma belə şeylər burada var idi. Məsələn belə. Bunlar bax bu təzə əklənib. Hay Allah. Bu daha yaxşı şeylərdir, belə mənim. Çünki belə şeylər çoxunuz xoşlayırsınız, belə şeylər və yüklənir. Loading. Bu cür şeylər bizdə var, aşağı bundan edirsiniz. Yuxarıda belə edirsiniz parmağın əlinə. Belə şeylər yəni olur. Close və ya buradan da müxtəlif şəkillər zətlər qoya bilərsiniz. Mən uşaqda deyəndə 2 il bundan qabaq bunu işlədəndə belə maraqlı şeylər qoymuşum. Professional kimi görürsən. Buradan nə belə, necə deyim, qıraqdan belə şey qoyursunuz. Overlay, yəni oradakı kimi nəsə artıq şey əlavə edirsiniz. Amma burada overlay ayrı şeydə işlədir. Effektlər və məsələn, YouTube bu tür şeylər qoyursan. Dəqiqə göstərəm. Gəlməm, neysə. Gəldim, heç istəyəmədim. Hə, belə. Amma olur. Al istəmə. Cool. Yəni bu cür şeylər YouTube-da görürsünüz ki, arxada da axırıncı işlədiyi bir şəkil gəlir. Yəni bu cür şeylər edə bilərsiniz. Axırıncı şəkil gəlir gördüyünüz kimi. Yəni belə şeylərlə siz proqramsız fotomontaj edəcəksiniz. Pixlr.com linkin aşağıdan və ya videonun öncəsində də, videonun axırında da verəcəm və ümumiyyətlə video boyu verəcəm bu linki. Tapa bilərsiniz. Dostlar, sağ olun. Məncə köməyim oldu sizlərə. Salamat qalın. Video bəyənməyi, kanala abunə değilsiniz, abunə olmağı unutmayın. Bay bay.